Salam. Mən Biləsuvar rayon Bəydili kənd sakini, Vətən müharibəsinin 2-ci dərəcəli əlli, Gözəlbəyli İman İlhamoğlu. Bu videonu çəkməkdə məqsədimiz Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciətimizdir. Müharibə əlillərinə Biləsuvar rayon Bəydili kəndində mənzil tikintisi üçün ayrılmış torpaq ərazisində müəyyən səhvlər var. Artıq 5 ildir ki, bizim kəndin bələdiyyəsi bizi süni maneələrlə incidir. Bu əlimlə göstərdiyim ərazi, bu ərazi 4 Vətən müharibəsi əlili üçün ayrılmış ərazidir. Məmmədli Sübhan, Gözəlbəyli İman, Əlizadə Elşən, Məmmədli Sərdar. 4 Vətən müharibəsi əlili və 15-18 nəfər Vətən müharibəsi iştirakçıları üçün ayrılmış ərazidir. Burada problem nədən ibarətdir? Bizim üçün bu ərazi ayrılıb təmin olunmağı üçün. Bizim kəndin bələdiyyəsi Kərimo Vilqar isə bizi belə bir oyunla üzbəüz qoyub. Demək bu nə edir? Gəl buranı çək, sən tapmamışsan. Bu insan əlimi göstərdiyim, bax bu dirəklərin yanından nəzərdə tutub, bu torpaq təmin eləyə bilər. Buranın sənəti var. Bizi elə bir oyunla üzbəüz qoyub ki, bizim torpağımızın yarısı gəlir düşür əkin sahəsinə. Əkin sahəsi olduğu üçün də bizə sənət verə bilmir. Biz müraciətlər elədik, qəbulda olduq. Bizə açdılar xəritəni, göstərdilər ki, qardaş, əziz qazilərimiz, sizin üçün nəzərdə tutulan ərazi bax buradır. Ortadan da yol gedəcək. Niyə sizə oradan vermir? Gətirib bu əkin üçün nəzərdə tutulmuş torpağın yarısını deyir ki, buradan veriləcək. Yarısı düşür əkinə, yarısı düşür bizə lazım olan yararlı torpağa. Buna da imtina verirlər. Artıq 5-ci dəfədir bizə imtina gəlib. Biz kənd adamlarıyıq. Bizim bələdiyyəmizlə indiyə qədər belə bir problemimiz olmamışdı. Utanırdıq, abrımızı gözləyirdik, böyüklərimiz tanışdı, istəmirdik belə bir şey eləyək. Artıq gör bu insan bizi hansı həddə gətirib çatdırır ki, biz bu məsələni işıqlandırmaq məcburiyyətində qalmışıq. Xahiş eləyirəm, aidiyyatı orqanlar bizə bu məsələ ilə bağlı ciddi köməkliklər eləyin. Və əlimlə göstərdiyim ərazidə bunu mən sübutla deyirəm. Elşən, bura sənin, pul alıb. İman, bura sənin, pul alıb. Filan kəs, bura sənin, pul alıb. Bir torpağı 5 nəfərə, 6 nəfərə satıb. Xahiş eləyirəm, bu barədə ciddi tədbir görülsün, komissiya ayrılsın, bizim bələdiyyənin işini araşdırın. Çox xahiş eləyirəm sizdən. Bir Vətən müharibəsi əlili kimi və buranın verilməyi nəzərdə tutulan digər əlil qazi qardaşlarımın adından xahiş eləyirəm ki, gəlin bizim bələdiyyənin işini araşdırın. Çox xahiş eləyirik. Bizi bu insan incidir. Hər cür varianta əl atır. Hər cür, hər şey eləyir. Bu insan saxtakardır. Bu insan yalan vədlər verir. İnsanları aldadır. Biz harada müraciət eləyirik rayonumuzda. Bir dənə sözlə qarşılaşırıq. Özünüz seçmisiniz də. Səhv eləyib seçməmişik ki. Biz də istəyirik ki, bizim işimiz geçsin. Başqa bir şey istəmirik ki. Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edən şəxslərik. Düşmən tapdağından torpaqlarımızı alan şəxslər 5 ildir qardaş bələdiyyədən torpağımızı ala bilmirik. Bu gülünc bir vəziyyətdir. Gülünc deyil, artıq bu ağlamalı vəziyyətdir. Belə şey olmaz. Xahiş eləyirəm bir daha. Bizə kömək eləyin.